payız axşamı adamı nə xoşbəxt eləyər. Qaynar gürcü xəngəli, qızardılmış lavaşa həyat verən can lavaş və dil açıb danışan qaymaqlı şık meruli. 30 yaşı qeyd etmək üçün az qala 30 restoran gəzib axırda Missouridə dayandıq. Masamız soyuq qəlyanaltılarla bəzəndikcə biz də onları dişimizə çəkmək üçün səbirsizlənirdik. İşdən ac gələn dostlar gürcü salatları ilə mədələrini aldadarkən əsl həqiqət ortaya çıxır. Qaynar xəngəllər özlərini yetirir. Qatıqla Acikanın bir-birinə sarıldığı bu hekayədə ən çox xoşbəxt olan şübhəsiz ki bizik. Bizim Səfyarsa xəngəl bulağından su içdikcə gözlərindən ürək çıxırdı. Sonra canlavaş gəldi. Keçən il 1 milyondan çox baxış sayı yığan bu ləzzətli nemətin dadını bilənlər bilir. Məkana özəl bir tapıntıdır. Mütləq dadına baxın. Sonda isə şık meruli ilə məclisi tamamladıq. Missouri-ni sırf isti aurası, ləzzətli mətbəxi və keyfiyyətli xidmətinə görə çox bəyənirəm. Yasamal əhli buranı yaxşı tanıyır. Keyfiyyətini itirməyən az saylı restoranlardandır. Bu arada tortumuz Gülü Keksdəndir. Arası şokoladlı, nazik kremli möhtəşəm bir tort hazırlanmışdı. Əllərinə sağlıq. Bu gözəllikdən həqiqətən zövq aldıq. Maraq üçün qeyd edeyim ki, Missouri sözü gürcü dilindən tərcümədə günəşli, işıqlı mənasını ifadə eləyir. Günəşli günlərinizi rahatlıqla bura əmanət eləyə bilərsiniz. İzlədinizsə bəyənməyi unutmayın. Didi Madloba, Missouri.